Ümumiyyətlə, hisslər haqqında danışanda insanlara elə gəlir ki, hisslərini dinlə deyəndə sanki hisslərinlə hərəkətə keç deməkdir. Xeyr, bu belə deyil. Sən hisslərini dinləməyin, hisslərinlə hərəkət etməyin demək deyil. Sadəcə hisslərini nəzərə alırsan, dinləyirsən və ifadə edirsən. Çünki bizim hisslərimiz ifadə olunmadığı zaman sanki sıxışdırılmış hava topu kimi içimizdə qalır və bu bir yerdə mütləq ki, patlaq verir. İnsanları görürük ki, avtobusda, ictimai nəqliyyatda, ailədə hətta ən xırda şeyə reaksiya verirlər. Və deyirsən ki, burada əsəbləşəcək nə var idi ki, burada pis olacaq nə var ki, amma əslində o anda o şeyə pis olmur. O sənə qarşı hansısa bir narazılığını ifadə etmir, bir dəfə, iki dəfə, üç dəfə. Sonra o sənə qarşı hisslərini yığır, birdən-birə adi bir şeyə, bir qapını çırpmağına, bir xırda bir şeyə böyük reaksiya verir. Əslində o yığılıb qalan hisslərdir, hansı ki, ifadə olunmamışdı. Və biz hisslərimizi idarə etməyimiz budur. Doğan Cənoğlunun bu oxuduğum kitabında hansı yazıb içimizdəki biz, bu kitabda çox maraqlı bir məlumat verilib. Deyir ki, bizim ətrafımız yetişkin uşaqlarla doludur. Yəni, bir insanın fiziki cəhətdən böyüməsi, onun emosional cəhətdən də böyüməsi mənasına gəlmir. Sən görür, müəyyən yaşa gəlirsən, boyun artır, kilon artır, çəkin artır, bəlkə təcrübən də artır, zəkan da artır, şuurun da artır. Amma emosiyalarını idarə etməyi öyrənə bilmirsənsə, bu sənin hardasa bu mövzuda büyümədiyini göstərir. Emosional cəhətdən büyümədiyini göstərir. Və bizim cəmiyyətimizdə bu çox sıx-sıx rast gəlinən bir şeydir. Tutaq ki, hansısa tıxacda, hansısa növbədə, gözləmədə insanlar görürsünüz ki, aqressiya fışqırır, hansısa bir texniki xəta baş verəndə bir-birinə əsəbi reaksiyalar verirlər və sanki onlar böyümüş uşaqlara bənzəyirlər. Onlar böyüyüblər, amma reaksiyaları uşaq kimidir. Təsəvvür edin ki, bir balaca uşağın, 4-5 yaşlı uşağın qarşısına keçirsən, ona əngəl olursan, o deyəcək ki, tez ol, mənə əngəl olma, mən filan şey istəyirəm. Amma o nə isə bir orada duruqluq yarananda onu başa düşmür. Məsələn, deyirsən ki, mən tez ola bilmirəm, nə isə mənə əngəl olur. Deyir, mənə nə? Sən tez ol, mən tez istəyirəm. Ya da hər hansı bir şey almaq istəyir, tez istəyirəm, bu dəqiqə gəlib olmalıdır o şey. Yəni, səni dinləmir, anlamır və sən nə də desən, o öz hisslərini ifadə edir. Bu, 3-4 yaşında uşaq üçün normaldır, amma yetkin bir insan üçün normal deyil əslində. Təsəvvür edin ki, bankomat işləmir, insanlar sıraya dayanıblar və ən qabaqdakı insan görür ki, bankomat işləmir və hamı başlayır, tez ol, o deyir ki, bankomat işləmir. O onu dinləmir, davam edir. Mən nə edeyim, saatlardır gözləyirəm, sanki qarşı tərəfi eşitmir. Yəni, onun empatiya hissi inkişaf etməyib. Yəni, ətrafımız yetişkin uşaqlarla doludur, hansı ki, emosional sferasını idarə edə bilmir, empatiya qura bilmir, dinləyib anlaması yoxdur. Biz logopedik olaraq da siz dinləyib anlamanızı insan öyrədirsiniz. Defektoloji olaraq, amma bəzi insanların bu qabiliyyəti olmur və bu da uşaqlıqdan gəlir. Öz hisslərini ifadə etdiyi zaman uşaq başqasının da hisslərini dinləməyə, ona öyrətməyə başlayırıq da, nə isə olanda. Məsələn, valideyn sadəcə bir uşağa yox deyəndə, onda sadəcə aqressiya yaranır. Niyə yox? Mən hal-hazırda istəyirəm. Amma valideyn ona ifadə edəndə ki, bu səbəblərdən mümkün deyil. Sən istəyirsən, başa düşürəm, üzülürsən, başa düşürəm, amma eyni zamanda yəni bu mümkün deyil. Yəni, yetişkin uşaqlarla yetişkin, özünü inkişaf etdirmiş insan arasında bu kimi fərqlər var. Bir də var qəliblənmiş insan. Bir qəlibin içindədir, başqa heç nə ona maraqlı deyil. Bu cür insanlar emosional cəhətdən də inkişaf etməyib, empatiya qabiliyyəti də aşağı olur. Yəni, bir şeyə inanırsa, düşünür ki, hər şey onun istədiyi kimi olmalıdır, hər kəs də öz qəlibinə uyğunlaşdırmalıdır və kimsə onun istədiyi kimi olmayanda ona aqressiv reaksiyalar verə bilir. Və deyir ki, mən necə düşünürəmsə, elə də olmalıdır. Bu, cəmiyyətimizdə çox tez-tez rastlanır. Ona görə də qınaq bizdə çoxdur. Yəni, bir şeyi anlamadan, dinləmədən, orada nə baş verdiyini tam bilmədən biz öz qəlbimizlə reaksiyalar veririk. Hisslər mövzusu əslində çox vacib mövzudur, mən belə fikirləşirəm. Çünki emosional cəhətdən insanın öz hisslərinin idarə olunması öyrənilə bilən bir şeydir və bu uşaq yaşında öyrənilmirsə, zamanla da öyrənə bilmir. Məsələn, deyək ki, imtahanda uğursuzluq yaşayan bir uşaq intihar fikirləri yaranmağa başlayır. Çünki
uğursuzluqla nə edəcəyini bilmir. O ancaq uğura kodlanır. Uğur əldə etməlisən. Düzdür, uğur əldə etməlidir. Amma əgər bəlaya ehtiyat uğur əldə etməzsə nə olacaq? Yəni cəmiyyətimiz uşaqları səhv etməməyə kodlayır. Yəni necə səhv etməyə bilər, bunu öyrədir. Bu yaxşı bir şeydir. Amma əgər səhv edərsə nə olacaq? Bunu öyrədə bilmirik bəzən. Yəni ümumiyyətlə o ehtimalı qəbul etmək istəmirik. Və ona görə də insanlar bir səhv etdiyi zaman ardınca bir neçə səhv etməyə başlayır. Deyək ki, bizim övladımız bizim icazəmiz olmayan bir insanla dostluq etməyə başladı. Bu bir səhv. Sonra onun tərəfindən neqativ bir şeyə məruz qaldı. İndi burada o əslində zərər çəkəndir. Amma gəlib valideynə bunu deyə bilmir. Ki, mən zərər çəkmişəm, gəl mənə kömək elə. Deyir ki, mən bunu valideynə desəm, valideyn deyəcək, lop yaxşı oldu, mən axı sənə demişdim. Belə deməz valideyn heç vaxt. Çünki artıq bir zərər görübsə, uşağın işini həll etməyə çalışacaq. Amma uşağın ağlındakı bu deyil. Sanki yəni heç bir zaman səhv etməməli. Səhv etdikdən sonra nə olacaq? Burası öyrədilmir və valideynlər çəkinir. Və davamlı şəkildə onu heç bəlkə kömək istəməyəcəyi bir insandan kömək istəyir. Bu olur 3-cü səhv və 4-cü səhv və bu kimi zərərli vərdişlər yarana bilər. O kimdənsə təsir altına düşə bilər. Ona görə uşağımıza öyrədəcəyimiz şey budur. Səhv etmə. Amma əgər səhv edərsənsə, ilk mənə yaxınlaşmalısan. Çünki mən sənə şərtsiz və heç bir qarşılıq gözləmədən kömək edəcək şəxs mənəm. Heç bir cavab ummadan və səni ən faydalı şəkildə oradan çıxaran insan mən olacağam. Yəni bunu uşaqlarımıza bəzən öyrədə bilmirik. Ona görə də uğursuzluq yaşayan bir uşaq, imtahanda uğursuzluq yaşadı, onun bir çözümü yoxdur onun ağlında. Yəni uğursuzluq əldə etdim. Bundan sonrası nə olacaq? Mən indi nə edəcəm? İmtahana girəndə və ya hər hansı bir seçim qarşısında qalanda uşaqlarımıza ancaq pozitiv kodlamaq lazım deyil ki, sənin hər zaman başına pozitiv gələcək, neqativ də gələ bilər. Yəni bir imtahana girirsənsə, iki ehtimal var. Ya keçəcəksən, ya kəsiləcəksən. Bu hər iki ehtimal da insan üçündür. Yəni bu mümkündür. Və ya hər hansı bir şeydə insanlar yox qəbul edə bilmirlər. Məsələn, deyək ki, biri-birinə sevgi duyur, romantik münasibətlər yeniltmək yaşında və ya gənclik yaşında təklif edir ki, onunla münasibətə girsin. O insandan rədd cavabı alır və bunu həzm edə bilmir. Çünki rədd cavabını həyatında eşitməyib ya da rədd cavabı ona anında neqativ bir şey kimi gəlir. Amma o ağlında belə bir şey düşünmür ki, əgər mən sual verirəmsə iki cavab var, hə ya da yox. Yəni yox cavabı da mənim alacağım sıralarına daxildir. Yəni əslində hisslərimizi idarə etmək, aqressiyamızı, əsəbimizi, narahatlığımızı necə ifadə etməyimizi öyrədir. Birindən incidin, birindən küstün, ona mən səndən bu şeyi etdiyinə görə küstüm, incidim deyə bilmək və o insandan bunun qarşılığını ala bilmək, yəni tutaq ki, o açıqlama ehtiyacı duyursansa, o sənə desin, biz bu şeyləri ümumiyyətlə eləmirik. Küstün, eyb yox, vecinə alma. Məsələn, valideynə uşaq deyir ki, mən bugün məktəbdə heç kim məndən danışmadı. Deyirsən ki, boş ver, olmazsa dərslərini oxu. Dərslərimi oxuyum, amma sən işə getdin, işdə heç kim səndən danışmadı. Deyəcəksən, eyb yox, olmazsa yemək bişirim. Yox, çünki bu hissi ehtiyacdır. Hər kəsin görülməyə ehtiyacı var. Xüsusilə sosial mühitdə, iş kollektivində, məktəbdə, bağçada. Kollektiv onun gələcək fraqmanıdır da əslində. Məktəbdən öyrənir kollektivi. Dərs oxumaq başqa bir sahədir. Bunu buna qatmaq lazım deyil. Yəni sənin bugün səndən danışmadılar. Nə hiss elədin? Belə hiss elədim. Özümü görülməmiş hiss elədim. Haqlısan, mən də olsam mən də elə hiss edərdim. Səncə bu nə ilə bağlıdır? Falan şeylə bağlı. Düzəldə bilərsənmi? Belə düzəldə bilərik. Düzəldə bilməsənsə, onda sən öz yoluna baxmalısan. Mütləq sabah səndən danışan biri tapılacaq. Yəni uşağın hisslərini yox saymaq, ona o hisslə necə davranacağını öyrətməmək deməkdir. Ona görə bu uşaq böyüyür, hansısa uğursuzluq yaşayanda, hansısa kollektivdə kənarlaşdırılanda bununla nə edəcəyini bilmir. Bunu necə reaksiya verəcəyini bilmir. Əslində bu cür bir çox situasiyalarda biz uşaqlarımıza düzgün örnək vermirik. Bir digər örnək budur. Tutaq ki, uşaq, bacı və ya qardaş öz balaca və ya bacısına, qardaşına vurur. Biz də yaxınlaşıb deyirik ki, vurub deyirik ki, sən onu vurmalı deyilsən. Vurmaq pis davranışdır, amma bunu vuraraq deyirik. Uşaq deyir, vurmaq pis davranışdırsa, sən niyə mənə vurursan? Çünki mən böyüyəm. Uşaq düşünür,
deməli mən özümdən balacalara vura bilərəm. Yəni mən də böyük olduqlarıma vura bilərəm. Yox, çünki sən tutaq ki, səhv elədin. Aha, mən də səhv eləyən insanlara vura bilərəm. Yəni nə də eləsək, yanlış bir davranışı, yanlış bir davranışla aradan qaldıra bilmirik və bunu çözə bilmirik. Ona görə də biz çalışmalıyıq ki, uşaqlarımıza əslində birincisi özümüzdən almalıyıq, sonra onlara öyrətmək və əgər böyümüşüksə, bunları bizə öyrədilməyibsə, zamanla özümüzə öyrədə bilərik. Ən azından yaza bilərik. Bugün nə hiss etdim? Neqativ bir şeydə. Bizdə belə bir şeydir də, kimdənsə soruşsan necəsən, deyir ya yaxşıyam, ya da pisəm. Yəni yaxşının min bir türlü halı var. Yəni yaxşı ola bilər həyəcanlı, yaxşı ola bilər sevincli, yaxşı ola bilər səbirsiz, yaxşı ola bilər uğurlu, bir çox. Amma bunların heç biri bir-birinə oxşamır və bunu açmır. Ya da pisəm deyirsə, pisəmin də min bir türlü halı var. Aqressivəm, əsəbiyəm ya da çarəsiz hiss edirəm. Bu ikisi də pisdir, amma ikisi də fərqli hisslərdir axı. Bunu doğru ifadə etmək, öyrətmək və doğru çözümü gətirir əslində. Hisslərimizi nə qədər dinləməyi öyrənsək, adlandırsaq, belə bir cümlə var. Deyir, əgər sən problemini bir vərəyə, bir cümlə halında yaza bilirsənsə nədir? Sən o problemin yarısını çözmüş olursan. Çünki bəzən biz hisslərimizi idarə edə bilmədiyimiz üçün, ümumiyyətlə onları dinləyə, adlandıra bilmədiyimiz üçün sadəcə pis hiss etdiyimizi bilirik, nə üçün olduğunu bilmirik. Əgər nə üçün olduğunu tapsaq, mütləq bir çıxış yolu olacaq. Təşəkkür edirəm.